Sən indiki futbolçuların bir dənə bəxti gətirib ki, futbolçu qıtlığı var Azərbaycanın futbolçuları. Rəqabət yoxdur. Rəqabət yoxdur. Bizim vaxtımızda rəqabət vardı, Azərbaycanın futbolçuları çox idi. İməşçi də fikirləşirdi ki, sənin sözünə qüvvət. Ki, bu oyun görən kimi oynadım. Soldan Bertucci'ni qoyum, yoxsa Alessandro'nu qoyum. Ortaya məsələn Ramos'un yerinə Ramos var idi. Nə bilim, Georgievski var idi. Oradan nə bilim Abuşovu qoyum, Ramos'u qoyum, bunu qoyum, bunu qoyacam, bu. Qalırdı məşqçi belə. Çünki bunu dəyişəndə sistem dəyişilmir, oyunun üslubu dəyişilmir, keyfiyyət dəyişilmir. Çünki əlində bir mövqeyə ən azından 2 dənə elə keyfiyyətli oyunçu olurdu ki, məşqçi yazıq da əziyyət çəkirdi. Çertoqanov elə Mahir oynayırdı, tutaq ki, Allah eləməsin, zədələnirdi, fikirləşirdi, məsələn də mən oradayam. Ruslanı buraxacam, Ruslan ondan geri qalmayacaq. Başa düşdün? Elə eyni axarla da gedəcək. İndi amma məsələn, mən bilirəm ki, mənim mövqeyim budur, mənim mövqeyimdə də kimdir, kimi çağıracaqlar, maksimum bu olacaq. İstədiyim kimi məşqimi edirəm, istədiyim kimi dincəlirəm, istədiyim kimi o məsuliyyət o dərəcədə daşımırsan ki, bu yerdə yəni mənəm da bir nömrə faktdır ki, mənim dalımla, bu oyunumun dalında nəfəs alan yoxdur ikinci kimsə. Ona görə də tam rahat olursan. Udanda, zəif oynayacaqsan, yenə də mənəm. Hayır, mən yaxşı, bu nədir problem? O deyir, bəx mən də dedim. Deyirsən, istedadlı oyunçularımız olub. İndi də var da, bundan sonra da olacaq. Azərbaycanda istedadlı oyunçular həmişə olub. Tarixən olub. Yox, mən ən zəif yanaşmamız düzgün deyil. Hətta bu yanaşma da necə yanaşmalıyıq? Hətta o bir müddət bir fikir formalaşmışdı ki, milli komandamızın indiki heyətində olan futbolçular əvvəlki dövrlərlə müqayisədə ən yaxşı futbolçulardır. Bilməm, razısan bu fikirlə yoxsa yox? Belə götürəndə, bir ölçüdə götürsək, 2 dənə istedadlı futbolçu var da, belə təhvil. Mahmudov. Yox, Mahmudov indi, bax, hamı deyir, düzdür, Emin hamımızın hörməti var. Amma biliyorsan müqayisə edirlər. Emin Mahmudovla, Mahmud Qurbanov, Emin Mahmudov, Yunis Hüseynov. Emin Quliyev kimi futbolçu, Emin Mahmudov seçərsən, Emin Quliyev seçərdin, aporun üçün. Və indi sən onu deyirsən ha. Və indi Emin Quliyevi məsələn indiki cavanlar tanımırlar da, bəs tanımır. Ortada məsələn Vidadi Rzayev var. Vidadi Mahmudla Vidadi olan yerdə mən inanmıram ki, kimsə Emini oynadar. Hansısa bir çempionluğu oynayan komanda köhnələrdən elə bil ortaya gətirir də, deyirlər orta oyuncu kimi qoyur, 2 dənə məsələn apar. Deyirlər ki, məsələn Vidadi Rzayevlə Mahmud Qurbanov. Dalında da biraz müdafiəyə meyilli məsələn Emin Quliyev, deyirdi nəfsə o. İndi onların arxasıca gəlir indi yaxşı. Rəşad Sadiqov hansını oynadardın? Rəşad Sadiqov ortada indi adamı üstə Allah var da. Hələ Bəxtiyar Musayevin özü. O da yaxşı futbolçu, adamı üstə Allah var. Sözünə qüvvəti, yəni o köhnə dövrdə oynayanlarla indikiləri, cavanları onu görməyib və yaxud tez unudan nəsil indiki. Sağ ol. Əlbəttə biz başa salmalıyıq ki, ay qardaş, bizim filan kəslərimiz olub. Mahir Şükürov məsələn denən 10 il bundan qabaq tutaq ki, Mahir oynayıb qutarıb indi karyerasını da. İndiki cavan uşaqlara ki, məsələn 13, 14, 15 yaşlı uşaqlar millimizdə indiki uşaqlardan danışanlardan indikiləri tanıyır. Nə bilim desən ki, tutaq ki, Rəşad Sadiqovu tanıyırsan, ya Mahir Şükürov, bəlkə də kimsə tanıyacaq. Onundan ikisi üçün tanıyacaq, qardaş. Biz təbliğ eləməliyik, görsətməliyik, başa salmalıyıq. Ay uşaqlar, bax, bunlar deyil, bizdən qabaqlar da olublar. Bax, hadisə gördün, 2 dənə misal çəkdi. Emin Mahmudov yoxsa Mahmud Qurbanov? Onu müqayisə eləyənlər düzgün sual vermir də. Hərəsinin özünün dövrünə görə, qardaş, o vaxtın dövrünü mən görmüşəm, Mahir görübdü yəni. Siz desələr ki, tutaq ki, Emin Mahmudov yoxsa Vidadi Rzayev, bu elə bil, heç fikirləşmədən sonra deyəcək ki, Emin deyəcək, nə? Mən 3 dənə at. Yəni o dövrdür. O nəsildə 4 dənə oyun. Məsələn, mən də oynamışam Mahmudla. Mən rəqib kimi olmuşam. Rəqib kimi. Mən bir dənə oynamadım, Vidadi Rzayev olub. Amma onu mən izləmişəm, görmüşəm. Məsələn, köhnə nəsildən də istəyir, bizim pak nəsli. Hamı deyir, məsələn, Vidadi. Çox güclü olub, həqiqətən də. Emin özü Balqaristanda kubok qaldıran futbolçu olub. Emin özü Apornu kimi çox güclü olub Emin. Millidə, klubda Rəşad Sadiqovun özü universal idi da, stoperdə oynayırdı. Hər yerdə oynayırdı. Sola qoydun, solda sağ. Ona deyirəm ki, indiki zamanədə, 3 dənə at sayaram da, beləcə istedadlı futbolçu. Bir Qarabağda Elvindir, Turaldır. Bir də ki, Mahirdir bizi. Əmrəli Mahir. 3 dənəsindən başqa ad deyim, mən sizə deyim ki, hə. Mahir Germaniyada oynayır, maşallah olsun. Və yaxşı, orada burada oynayırıq. Niyə milliyə gəlib çatanda? Millidə çünki onun komanda yoldaşları Almaniyada oynayan, qardaş, bunun kimi bundan da daha biraz da yuxarı olan və yaxud da Mahir kimi eyni potensial səviyyədə olan futbolçulardır.
Qardaş onu qoyuram bir qırağa. Ha. Düşür epizod olur. Ha. Gördün də epizodu. 2 metrdən vurdu ələtə. Olsun da. Bildim. Yəni ola bilər futbolçudur normal amma 7 metrəlik penaltini vuranmadı. Onda oyunun yaxşı. gedişatında heç nə alınmır bizdə. O mən söhbət ondan gedir Səbəb ki, nədir? Bu problem nədir? Bu Sən ya nədir? Bu? Niyə alınmır? 3 nəfər oynayır, 4 nəfər oynayır. 6 nəfər oynamır. 6 nəfər də öz şeyini bağlayır o 4 nəfərə. Əgər hamı komanda şəklində 11 Yoxdur da, oynasa, komanda yoxdur qardaş. yoxdur da ona gedirəm ki, Komanda kimi də 3 oynamaq nəfərlə lazımdır. olmayacaq. komanda kimi də oynamaq üçün sözünə qüvvət. Sənin qardaş bir oyun sxemin olmalıdır. Məşqçi yazır onu ki, bax bu elə oynayacaq, belə oynayacaq. Məşqlər planın şəkildə hansı ki, yeni futbol, müasir futbol istəyirsən, taktikan belə, bu birisi belə. Mütəmadi olaraq sən onu elə yazmalısan ki, futbolçulara da öyrətməlisən ki, bax mənim oyun üslubum budur, mənim oyun fəlsəfəm budur, taktikan budur, gedişatım budur. Sizdən bunu istəyirəm. Bizim oyunçular ora çıxacaqlar, millidə çıx Latviya ilə nə istəyirsən oyna, nə bazarsan. Uşaqlar, mən sizə heç nə demirəm. Çıxın nə istəyirsiniz, nə yaxşı şeyləriniz varsa ortaya qoyun. Elə oyundan səndən latışları udacaqsan. Nə də ki, bazarları udacaqsan. Valla mən o İndiki bayaqki söhbətdən mütəxəssis danışırıq. birinə razı deyiləm ki, Samsung indiki şeyindən ki- nəsli köhnə nəsillə müqayisə eləsinlər. Mən şəxsən onun heç vaxt şeyində olmamışam. Əleyhinəmsə nə deyirəm. Amma şeyi var. Abi belə götəndə sağ pozdaşda kimi Zahir Tağzadanın yerinə kim oynayır? Heç kim. Araz Abdullayev hardasa demək olar. Bir O da o da çatanmaz. O da çata bilməz. Ona görə ki, Araz da mənim dövrümdə oynadı. Araz elə səninlə tandemin necə? Hayır, onu da- Millidə də, Neftçidə də Onu da ən ideal tandem idi. Mən getdiyim Neftçidən Arazın da futbolu qutardı oynanda. Özümüzdən də Allah şahidi görmüşük də.